Deniz Bey, salam, hər vaxtınız xeyir olsun. Salam qardaş, hər vaxtın xeyir. Gözəl insan, dəyərli şəxsiyyət. Var olun. Çox xoş oldu mənim sizin bu yayımlarınızı qoşmağı və insanları düzgün yönəldirsiniz ərdiniz yerə. Təşəkkür edirəm. Hərbiçi kimi, Azərbaycan Silahlı Qüvvələri 2 dəfə NATO-da təmsil etmiş bir hərbiçi kimi sizə çox gözəl dövlətimizi, cənab Müzəffər Ali Başkomandanımızı qorusun ki, mən özüm Əfqanistan İslam Respublikası sürümlər ambisiyalarda olmuşam da, aclığın, terrorun, hansı bir çətinlik olduğunu gözümlə görmüşəm qardaş. Yəni, Allah sizi qorusun, var olasınız bəy. Həqiqətən bir anı fikirləşin ki, 30 il ərzində torpaqlarımıza ancaq qıraqdan seyr edirdik, xarici dövlətdə baş aşağı gəzirdik. Bir günü cənab Müzəffər Ali Başkomandanın apardığı siyasət nəticəsində biz torpaqlarımızı şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amin. Müzəffər Ali Başkomandanın rəhbərliyi altında biz 44 gündə Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik. Bu bizim üçün xoşdur. Allah sizə ömür versin, Allah sizləri qorusun. Bax, indi öz aramızda gedən xaricdə olan Ukrayna-Rusiya müharibəsi, İranla Amerika Birləşmiş Ştatları arasında müharibəni görürsünüz ki, hansı regionda, hansı siyasi proseslər baş verir. İnanırsan, adamın gözünə nə əlillik görsənir, nə çörək görsənir, ancaq bir sakitçilik. Şükür Allah'a ölkəmizdə sabitçilik. Şükürlər olsun ki, bu da Ali Başkomandanımızın sahəsindədir ki, bu günlərin dövlətimiz sakitlik içərisindədir. Valla, yəni mən həmişə demişəm ki, qardaşlar, onu görməyən adam üçün rahatdır. Bıraxdan bizdə. Nə yaxşı ki, siz qoşuldunuz, nə yaxşı ki, siz düşüncədə, həqiqətən də bu düşüncədə şəxslərimiz canlı yayınımızı izləyir və bu canlı yayınımıza qoşularaq bizlə həm söhbət olurlar, fikirlərini çatdırırlar. İnanırsınız ki, qardaş, mən sizə bir şey deyim, gecə saat 3-də şəhərə çıxıram. And olsun Allaha, polislərimizi görürəm, o qədər fəxr edirəm, hamısı boylu, maşallah olsun. Allah yersiz yerə heç kimi ilişmirlər, qardaş. Deyirlər, mənə iliş. Qardaş, mənə ilişmirlər. Allaha şükür. Bəli, qardaşım, biz özümüz də sizinlə. Sənə yaxınlaşıb ilişməsinlər də, qardaş. Mən özüm də, Azərbaycanımız da sizlərlə fəxr edirik. Nə yaxşı ki, sizlər varsınız. Sizlərin sahəsində, Cənab Ali Başkomandanın sahəsində bizim torpaqlarımız torpaq altından xilas oldu. Əlbəttə, qardaşım. Xilas oldu. Əlbəttə, qardaşım. Fəxr edirik, Allah sizi qorusun. Bəli, bu iki günü gedib Laçınımızda, Kərbədərimizdə gəzirik. Düzdür, oralar qanla alınmış bir yerlərdir. Allah şəhidlərimizə, qazilərimizə, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analar, şəhid ataların qarşısında baş əyirik. Bu da ondan ibarətdir ki, bizim gənclərimizin maariflənməsi düzgün və doğru gedib. O da ki, ondan ibarətdir ki, bu vətənpərvər hissində böyütməyə bizi qoşduq cənab prezidentimizə. Çünki onun apardığı siyasət bizi apardı vətəni sevməyə. Buna görə bugünkü gedib Laçınımızı, Şuşamızı rahat gəzirik. Bunlar hamısı tarixdir. Tarix nə üçündür? Biz gördüyümüz tarixdir də. Torpaqlarımızı işğaldan azad edilməsi tarixdir. Hədə baba yurduna köçkünlərimiz, qaçqınlarımız qayıdır. Vallahi necə fəxr edirəm, and olsun Allaha. Qardaş, çörək tapmaq olar, su tapmaq olar, amma sabitçilik tapmaq çox çətin bir şeydir. Buna görə də mən xalqımıza, millətimizə həmişə deyirəm ki, çalışın, bax belə sakitçilik, rifahla yaşamaq vallahi özü böyük bir şeydir. Eldəniz bəy, Allah sizi qorusun, var olasınız. İnşallah çətinliklə alınan məsələləriniz var, bildirirsiniz. Allahın izni ilə tez bir zamanda həllini tapar. Rəbbim sizə hər zaman sağlığınıza qovuştursun, hər zaman sağlam olasınız. Nə gözəl ki, yaşadığımız ölkədə, siz düşüncədə şəxslərimiz var, ziyalı insanlarımız var. Allah sizləri var eləsin. Çox sağ ol, qardaş. Gənə də sizə mən yəqin ki, tez-tez qoşularam, şərait yaratsam. İnşallah, Allahın izni ilə, əlbəttə ki. Bəli. Mənə də xoş oldu ki, sizin canlı yayınınıza gedib belə bir məsələlərdə müzakirə etmək bizim üçün xoş oldu. Yəni, belə bir şeyləri təbliğ etmək lazım, danışmaq lazım. Çünki təşəkkür edirik dövlətimizə, dövlət başçımıza. Həqiqətən də bu günlərin biz sakit yaşayırıq. Solumuz bu tərəfdən Rusiya. Hansı dövlətlərin içində yaşadığımızı biz görməliyik ki, bax onların içində 44 gündə sabitçiliklə öz torpağını işğaldan azad etmək özü bir qəhrəmanlıqdır. Onu da bizim Müzəffər Ali Başkomandan elədi. Sağ olsun, Allah ona can sağlığı versin. Xalqımıza, millətimizə əmin-amanlıq qismət etsin. Bizə bir də ki, müharibələr Allah bizə qismət etməsin.
Qardaş, vallah o döyüş görməyən adam, o terror görməyən adam üçün qıraqdan asaddır. Elə şeylərə girək, müzakirə Bəli, etmək, bəli. danışmaq. Bəli, bəli. Sakitçilik Çox kimi. doğru Bakın vurğuladınız. evimizdə gör necə rahat oturmuş. Bugünkü gün Ukrayna nə vəziyyətdə? Özün görürsən hansı Bəli, dövlətlər, bəli. sərhəd dövlətlərimiz nə vəziyyətdədir? Ona görə biz Doğru bu dövləti vurğuladınız, qorumalıyıq, sabitçilikdə yaşamalıyıq. Cənab prezidentimizdən bəhd tutmalıyıq, onun ətrafında yığılmalıyıq ki, biz bu sabitçiliklə, rahatçılıqla gedəyin qabağa. Eşq olsun Bəli, qardaş, sizin bəli. verilişində Var olun. uğurlu, xeyir olsun. Allah Təşəkkür sizdən razı edirəm, olsun. bəli. Çox sağ ol qardaş. Sizin canlı yayınımızda olmağınız bizim üçün xoş